Bismillahirrahmanirrahim. Hədislərin birində gəlir ki, 5 şeyə aşağı gözlə baxan 5 şeyi itirər. Alimlərə aşağı gözlə baxan dinini itirər. Rəhbərlərə aşağı gözlə baxan dünyasını itirər. Qonşulara aşağı gözlə baxan çoxlu mənfəət itirər. Qüvvətli şəxslərə aşağı gözlə baxan mərhəmətini itirər və ailəsinə aşağı gözlə baxan xoşgüzəranını itirər. Peyğəmbər sallallahu aleyhi ve sellemin belə dediyi rəvayət olunur ki, bir vaxt gələcək, ümmətin 5 şeyi sevəcək, 5 şeyi isə unudacaq. Vaxt gələcək, onlar dünyanı sevib axirəti unudacaq, evləri sevib qəbirləri unudacaq, mal dövləti sevib haqq hesabı unudacaq, əhli əyalı sevib haqqı sevməyi unudacaq, özlərini sevib Allahı unudacaqlar. Beləcə onlar məndən, mən isə onlardan uzaq olacaqam. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem belə dediyi rəvayət olunur ki, Allah bir adama 5 şey əta etdikdə, digər 5 şeyi də ona verir. Şükür verdikdə əlavəsini də verir. Duanı verdikdə ona cavab da verir. İstiğfarı verdikdə bağışlanmanı da verir. Tövbəni verdikdə əffi də verir. Sədəqəni verdikdə onun qəbul olmasını da verir. Əbu Bakr Sıddiq radiyallahu anhu deyir ki, zülmətlər və çıraqlar 5 cür olur. Dünyanı sevmək zülmət, təqva isə çıraqdır. Günah etmək zülmət, tövbə etmək isə çıraqdır. Qəbir zülmət, oranın çırağı isə la ilahə illallah, Muhammedən Rasulullahdır. Ahirət zülmət, oranın çırağı isə salih əməllərdir. Sırat körpüsü zülmət, yəqinlik isə onun çırağıdır. Ömər radiyallahu anhu deyir ki, əgər qeybə əl atmaq qorxusu olmasaydı, 5 cür insanın cənnətlik olduğuna şahidlik edərdim. Külfət sahibi olan kasıba, ərinin razılığını qazanan qadına, mehrini əri üçün xərcləyən qadına, valideynlərinin razılığını qazanana və günahlarından tövbə edənə. Osman radiyallahu anhu deyir ki, müttəqilərin əlamətləri 5-dir. Müttəqi olanın yalnız dini möhkəm olar və dili ilə övrət yerinə qalib gələn şəxslərlə yoldaşlıq edər. Müttəqi olanın başına böyük bir iş gəldikdə onu kiçik sayar. Dini üçün bir şey etmək fürsətini isə əsla fövtə verməz. Müttəqi olan kəs içərisində haramın da olmasından qorxaraq halalla qarnını doldurmur və o, hamını uğur qazanmış, özünü isə həlak olmuş görür. Əli radiyallahu anhu deyir ki, 5 xüsusiyyət olmasaydı, bütün insanlar əməli salih hesab olunardılar. Cahilliklə qənaətlənmək, dünyaya həris olmaq, paxıllıq etmək, əməldə riyakarlıq etmək və özünü bəyənmək. Bəzi alimlər deyiblər ki, Uca Allah Muhammed sallallahu aleyhi və səlləmə 5 növ kəramət bəxş etmişdir. Allah ona ad, bədən, vergi, günahlarının bağışlanması və razılıq vermişdir. Allah Teala öz kitabında başqa peyğəmbərlərdən fərqli olaraq Muhammed sallallahu aleyhi və səlləmi ey peyğəmbər deyə çağırmışdır. Halbuki Adəmi, Nuhu, İbrahimi və başqalarını yalnız adları ilə çağırırdı. Başqa peyğəmbərlərdən fərqli olaraq Peyğəmbər sallallahu aleyhi ve sellem bir dua etdikdə onun duasını birbaşa özü cavablandırardı. Vergini isə Peyğəmbər sallallahu aleyhi ve sellem Allahdan istəmədən ona vermişdi. Günahlarının əff edilməsini isə əvvəlcədən Allah səni bağışlamışdır deyə buyurmuşdur. Razılığa gəldikdə isə Allah onun nə fidyəsini, nə də sədəqəsini geri qaytarmamışdır. Başqa peyğəmbərlər isə belə deyil. Abdullah bin Amr bin As radiyallahu anhu deyir ki, 5 şeyi deyən kimsə həm bu dünyada, həm də ahirətdə xoşbəxt olar. Vaxtaşırı la ilahə illallah Muhammedən Rasulullah deyən, başına bir müsibət gəldikdə biz Allahdanıq, Allaha da dönəcəyik, uca və əzəmətli olan Allahdan başqa güc və qüvvət sahibi yoxdur deyən, nemət əldə etdikdə şükür edərək Elhamdülillahi Rabbil aləmin deyən, bir şeyə başladıqda Bismillahirrahmanirrahim deyən, günah bir iş gördükdə əzəmətli Allahdan bağışlanma diləyərək ona tövbə edirəm deyən. Həsanül Basri
rahimehullah deyir ki, Tövratda 5 şey yazılıb. Varlanma qənaətlə olur. Salamatlıq təkliklə olur. Şəhvətlərdən üz çevirməklə Allah yanında hörmətə nail olmaq mümkündür. Səbr etmək dünyada da gərəkdir, axirətdə də. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, 5 şey gəlməmişdən öncə 5 şeyin qədrini bilin. Qocalıq gəlməmişdən qabaq cavanlığının, xəstəlik gəlməmişdən sağlamlığının, kasıblıq gəlməmişdən var dövlətinin, ölüm gəlməmişdən həyatının və məşğul olmamışdan əvvəl asudə vaxtının qədrini bilin. Yahya ibn Muaz Razi rahimehullah deyir ki, çox yeyənin əti çoxalar. Əti çox olanın şəhvəti çoxalar. Şəhvəti çox olanın günahları da çoxalar. Günahları çox olanın qəlbi sərt olar. Qəlbi sərt olan isə dünya naz neymətləri içərisində boğular. Sufyan-ı Thəvri rahimehullah deyir ki, kasıblar 5 şey, varlılar da 5 şey seçiblər. Kasıblar rahatlığı, qəlbin boşluğunu, Allaha ibadət etməyi, haqq hesabın azlığını və uca mərtəbələri seçiblər. Varlılar isə özünü yormağı, qəlbi məşğul etməyi, dünyaya ibadət etməyi, haqq hesabı çətinləşdirməyi və alçaq dərəcələri seçiblər. Abdullah Əl-Antaki rahimehullah deyir ki, qəlbin 5 dərmanı var. Əməli salih şəxslərlə oturub durmaq, Quran oxumaq, mədəni boş tutmaq, gecələri ibadətdə keçirmək və sübh çağı Allaha yalvarmaq. Alimlər belə deyiblər ki, düşüncələr 5 cür olur. Allahın möcüzələri haqqında olan düşüncələr, bundan tövhid və yəqinlik əmələ gəlir. Allahın nemətləri haqqında olan düşüncələr, bundan sevgi əmələ gəlir. Uca Allahın vədi haqqında olan düşüncə, bu da rəğbət bəsləməyə səbəb olur. Allahın əzabı haqqında düşüncə, bu da qorxuya səbəb olur. Allahın verdiyi nemətlərə rəğmən itaətdə nöqsanlara yol vermək, bu da utanmağa səbəb olur. Bəzi müdrik adamlar deyiblər ki, 5 mərhələni adlayan təqvaya nail olar. Çətinliyi nemətdən üstün tutmaq, çalışmağı rahatlıqdan üstün tutmaq, zəlilliyi izzətlənməkdən üstün tutmaq, susmağı danışmaqdan üstün tutmaq, ölümü yaşamaqdan üstün tutmaq. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allaha yalvarmaq sirləri əlçatmaz edir. Sədəqə mal dövləti qoruyur, ixlas əməlləri qoruyur, düzgünlük sözləri qoruyur, məsləhətləşmə isə rəyləri qoruyur. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mal dövlət toplamağın 5 xüsusiyyəti var. Toplamağın əziyyəti, uca Allahı zikr etməkdən yayınmaq, onun oğurlanmasından qorxmaq, paxıl adına layiq olmağa ehtimalı və mal dövlətə görə əməli salih kəslərdən uzaqlaşmaq. Mal dövləti tərk etməyin də 5 xüsusiyyəti var. Rahatlıq, Allahı zikr etmək imkanı, oğrulardan qorxmamaq, səxavətli adını qazanmaq və əməli salihlərlə dostluq etmək. Sufyan-ı Thəvri rahimehullah deyir ki, indiki zamanda yalnız 5 xüsusiyyətə malik olan şəxslər varlana bilərlər. Uzun ömürlü olmağa ümidli olmaq, güclü hərislik, güclü paxıllıq, təqvanın azlığı və axirəti unutmaq. Hatim el-Asam rahimehullah deyir ki, tələsmək şeytandandır. Yalnız 5 şeydə tələsmək Rasulullah sallallahu aleyhi və səlləmin sünnətlərindəndir. Qonaq gəldikdə ona yemək vermək, cənazəni dəfn üçün hazırlamaq, qız həddi buluğa çatdıqda ona ərə vermək, borcu qaytarmaq və günahdan tövbə etmək. Muhammed İbn Duri demişdir ki, İblis 5 şeyin səbəbindən bədbəxt olmuşdur. Günahlarını etiraf etmədi, peşman olmadı, tövbə etmədi, Allahın rəhmətindən ümidini üzdü və özünü danlamadı. Adəm isə 5 şeyin sayəsində xoşbəxt oldu. Günahını etiraf etdi, peşman oldu, özünü danladı, tövbə etməyə tələsdi, bir də Allahın rəhmətindən ümidini üzmədi. Şəqiq el-Bəlxi rahimehullah deyir ki, 5 xüsusiyyətə əməl etməyə çalışın. Allaha ehtiyacınız olduğu qədər ibadət edin.
Dünyadan yaşayacağınız müddət qədər götürün. Allahın əzabına tab gətirə biləcəyiniz qədər günah edin. Qəbirdə olacağınız qədər dünyada azuqə toplayın. Cənnətdə əldə etmək istədiyiniz məqam qədər yaxşı əməllər edin. Ömər radiyallahu anhu deyir ki, bütün dostlara nəzər saldım. Dili saxlamaqdan daha yaxşı dost görmədim. Bütün libaslara nəzər saldım. Təqvadan daha yaxşı libas görə bilmədim. Hər növ var dövlətə nəzər saldım. Qənaətdən daha yaxşı var dövlət görə bilmədim. Yaxşı əməllərə nəzər saldım. Nəsihətdən yaxşısını görə bilmədim. Hər növ təamlara nəzər saldım. Səbirdən daha ləzzətli təama rast gəlmədim. Bəzi hikmətli şəxslər deyiblər ki, zahidlik 5 əlamətlə olur. Allaha inam, məxluqlardan uzaqlaşmaq, əməldə ixlas, zülmə dözmək və əldə olanla qənaətlənmək. Bəzi abidlər dua edərək deyiblər ki, Allahım, çoxlu arzularım məni aldatdı, dünya sevgisi məni həlak etdi, şeytan məni azdırdı, pis işlərə əmr edən nəfsim məni haqdan uzaqlaşdırdı və pis yoldaşlar məni günahlar etməyə vadar etdi. Ey yardım istəyənlərə yardım edən, mənə də kömək elə. Əgər sən mənə yardım etməsən, kim edər? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bir vaxt gələcək mənim ümmətim 5 şeyi sevib 5 şeyi unudacaq. Onlar dünyanı sevib axirəti unudacaq. Həyatı sevib ölümü unudacaq. Qəsrləri, sarayları sevib qəbirləri unudacaq. Mal dövləti sevib haqq hesabı unudacaq. Məxluqu sevib xaliqi unudacaqlar. Yahya ibn Muaz Razi rahimehullah dua edərək demişdir, Allahım, sənə yalvarmadan gecəm sakit olmaz. Sənə itaət etmədən gündüzüm yaxşı olmaz. Səni xatırlamadan dünyam yaxşı olmaz. Sənin əffin olmadan axirətim yaxşı olmaz. Səni görmədən cənnət rahat olmaz.